Beni hele korkutup ki çık evden. Bir hafta vaxt vermişim sana, evi satmışım. Ananızı niye evden çöle atırsın? Ananız değil bu hanım. Yok. Kızınız sizi tanımadı anacan. Şahnaz kapını aç. Şahnaz. Çekme de oğlu çekme de. İddialara göre gördüğünüz bu bir otaqlı evdə 63 yaşlı Rübabə ana qızı tərəfindən yaşadığı bu evdən qovulur. Anaya övladı tərəfindən evi tərk etməsi üçün bir həftə vaxt verilib. Görünən odur, vaxt olan kimi Rübabə ananın qızı yariflic olan bu ağbirçəyi sözün əsl mənasında küçəyə atacaq. Hər halda 63 yaşlı Rübabə Laçınova verilişimizə etdiyi müraciətdə belə deyirdi. Real TV-nin şimal bölgəsinə olan səfəri zamanı özümüzü ilk olaraq köməksiz vəziyyətdə qalan Rübabə ananın harayına çatdırdıq. Olduqca şəraitsiz bir otaqlı evdə yaşayan müsahibimə bugün baxacaq kimsə yoxdur. Allahın ümidinə qalan Rübabə ana başına gələn haqq hesabdan bizə bir danışdı. Əslən Qubalı olub, doğulduğu gündən də elə Qubada yaşayan Rübabə xanım 1990-cı ildə Əhmədağa adlı şəxslə ailə həyatı qurub. Evliliyinin ilk illərində övladı olmadığı üçün qaynı qızı azyaşlı Şahnazı övladlığa götürüb. Çox keçmədi, Allah üzümə baxdı bala, daha 3 qızım da oldu deyən Rübabə ana övladlarının hamısına eyni sevgini göstərib. Yəni Şahnazla öz doğma qızları arasında heç bir fərq qoymayıb. Həyat yoldaşı Əhmədağa kişinin qəfil ölümündən sonra isə Rübabə xanım ömürlük tənhalığa məhkum olub. Düzünü desəm, elə bütün problemlər də evin ağsaqqalının vəfatından sonra baş qaldırıb. Günlərin bir günü övladlığa götürdüyü qızı Şahnaz hazırda onun yaşadığı evi 90 min manata satdığını bildirərək anaya bir həftəyə evdən çıxmalı olduğunu deyib. Yəni, qısacası dünya malı ana ilə balanı üz-üzə qoyub. Bu dəqiqə qorxu içindəyim ki, gəlib məni çıxarıb atacaq çölə. Mən Şahnaz üçün axı pis ana olmamışam, pis ana kimi onu böyütməmişəm. İndi mənə gəlib o qız desin ki, sən mənim anam deyilsən, çıx bayrağa. Yəni mən düz eşidirəm də, sizin Bəli. qızınız, Bəli. illərdir əziyyətini çəkdiyiniz Bəli. övladınız sizi hətta bu vəziyyətinizdə evinizdən çölə atır. Bəli, mən savadsız bir qadınam, hərəkətsiz bir qadınam, mənim sol tərəfim işləmir oğlum. Mən nə etməliyim, hara getməliyim mən? Mən öldüm, qaldım gecə, yanımda bir kəs yoxdur, tək yaşayıram. Kürəkən qapısına sığınmaq istəmədiyini deyən müsahibim faktlarla danışdığını, yaşadığı bu evi də tərk etməyəcəyini bildirdi. Onu da deyim ki, bu məsələdə Rübabə Laçınovanın digər 3 qızı, yəni onun öz doğma qızları nədənsə bitərəf qalıblar. Müsahibimdən bunun səbəbini soruşduqda isə dedi ki, mülkün tək varisi Şahnazdır. Elə ona görə də digər qızların bu məsələdə iştirak etmir. Odur ki, məsələni bir də qarşı tərəfdən dinləmək üçün Rübabə xanımla birlikdə yol aldıq iddiaların hədəfi olan Şahnaz xanımın yaşadığı evə. Çatar-çatmaz qarşılaşdığımız mənzərə, anaya göstərilən münasibət bizi sözün əsl mənasında mat-məəttəl etdi. Şahnaz dedi, bu qadın kimdir gətirmisiniz qapıma? Tanımıram, mənim bu adda anam yoxdur. Real TV-dən gəlmişik. Şahnaz xanımdır? Ananız Yox, necə? Qızınız deyil? qızımdır. Ananızı niyə evdən çölə atırsınız? Kim atıb onu öldü? Necə? Kimə baxır? Qızınız sizi tanımadı anacan. Çan tanıyor, indi tanımazlar oğlum. İndi nə var, böyütmüşəm, saxlamışam, gəlin köçürmüşəm. İndi məni kim tanıyır? İndi küçəyə atanda anadır da. Ana haqqı Tanrı haqqıdır deyib döydüyümüz bu qapıdan Rübabə xanımla eşitmədiyimiz söz qalmadı. Özünü Şahnazın qaynanası və qaynı kimi təqdim edən qohumları onu buradan qovmaqdan da betər etdilər. Adını heç bir vəclə deməyən bu şəxslər bildirdi ki, ev satılan vaxt Rübabə Laçınovaya ümumi məbləğdən 10 min manat pul verilib. Daha nə istəyir? Getsin başına çarə qılsın. Ne mayede siz burada ne Sən evində git. Sən Şu nesilde var kişi. Çekme de oğlu çekme de. Tərəflər arasında gərginlik yaşandığından ağız deyəni qulaq eşitmirdi. Səsküyə Quba rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyinin rəsmisi Elnur Manafov özünü çatdırdı. Sözə də ilk ondan başladı ki, problemin həlli bizim səlahiyyətimizdə deyil. Amma buna baxmayaraq Rübabə anaya icra hakimiyyəti tərəfindən lazımi yardım göstəriləcək. Quba rayon icra hakimiyyətinə, həmçinin Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə
müraciət olunmayıb. Quba rayon İcra Hakimiyyətinin mənzil fondunda hal-hazırda boş mənzil yoxdur. Xanım Quba rayon İcra Hakimiyyətinə müraciət ünvanlasın. Çəkiliş zamanı qızının səsinə səs vermədiyini görən ananın vəziyyəti qəfildən pisləşdiyi üçün dərhal əraziyə Quba rayonu təcili tibbi yardım briqadasını çağırmalı olduq. Müraciətimizə operativ reaksiya verilərək çox keçmədi ki, ünvana gələn təcili tibbi yardım xidmətinin əməkdaşları tərəfindən Rübabə Laçınovaya zəruri tibbi yardımlar göstərildi. Qızı tərəfindən qəbul edilməyən ana Quba rayon mərkəzi xəstəxanasına yerləşdirildi. Yaxşı, bəs müsahibimin bundan sonraki aqibəti necə olacaq? Sualı ilə Sosial Xidmətlər Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, müraciətimizdən sonra agentliyin əməkdaşları tərəfindən Quba rayon sakini Rübabə Laçınovanın evinə baxış keçirilib, onun hazırki vəziyyəti qiymətləndirilib. Vətəndaşa aidiyyatı üzrə müvafiq qurumlara müraciət etməsi tövsiyə olunub. Ona həmçinin hüquqları da izah olunub ki, bundan sonraki proseslərdə hansı addımlar ata bilər? İlkin Abbas, Eldəniz Əhmədov, Real TV.